Bir ailədə ana övladını vaxtında, yeniyetmə övladını vaxtında namaz qılsın deyənə çox ruhi, belə deyək də, təsirə qoyur. Həmin bu yeniyetmə xanım özü danışıb müşavirələrdə ki, hətta intihara qədər gedib çıxıb. Məsələ nədir, niyə sən intihar eləmək istəmirsən? Mən ailədə anam hər dəfə azan verilən kimi məni məcbur edir ki, ged namazını qıl. Mən də anama dedim ki, anacan, hələ təzə verilib azan, mən birazdan qılaram. Anam məndən əl çəkmirdi, ta ki mən namazımı qılım. Məcbur eləyirdi, başımın üstünə dayanırdı ki, mən namazı vaxtında qılım, sonra məndən əl çəkirdi. Mən də anam məndən əl çəksin deyənə, üz qibləyə durub, bəzi deyir, ərəb sözlərini deyirdim, tək ki, anamdan canım qurtarsın. Baxın, namazı əvvəl vaxtında qılmağın çox fəziləti var. Biz bundan danışmırıq. Biz danışırıq övladı namaza dəvət eləməyin metodundan.